Yox, səni sevmirəm, sevmirəm daha. İnan bu qərarım qətidir, düzdür. Apara bilmərəm səni sabaha. Bu bizim şərikli son günümüzdür. Haçan məni sevdi sinəndə ürək. Xatırla o günü, yada sal indi. Qatardan sərnişin düşüb qalan tək. Mənim ürəyimdən düşüb qal indi. Bir yolluq sənin üçün gözdən itərəm. Görməzsən üzümü ölənə kimi. Səni yarı yolda qoyub gedərəm. Gözlə başqa qatar gələnə kimi. Gözlə başqa qatar gələnə kimi. ومن نعمرها ننكزها في الخلق أفلا يعقلون وما علم قرآن مبين أنعاما فهم لها مالكون وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون ولهم فيها منافع ومشارب أفلا يشكرون أوليس الذي خلق السماوات والأرض بقادر أن يقول له كن فيكون فسبحان محمد صلى الله عليه وآله وسلم اللهم صل على محمد وآل محمد إلهي أنا عبد لإمام حبها فرض علينا لا أبالي ولديه برحمتك يا أرحم الراحمين اللهم صل على محمد وآل محمد الله أرواحين مرحومين مغفورين المعلومين لا سيما إلى روح مرحوم مغفور المعلوم بحق آل نبينا وبالفاتحة مع السلامات Şeker Aslan ruhu size duaçı olsun. Bütün gelenlere duaçı olsun. Bugün ayın 11'idir. Biz dünenleri Heydər Əliyev Mərkəzində şairi ehtiramla yad elədik. 90 illiyin qeyd elədik. Orada da mən iştirak edənlər bilir, çıxışımda söylədim ki, biz bunu Bakıda da qeyd eləyə bilərdik. Necə ki 80 illiyin qeyd elədik. Amma fikirləşdim ki, biz rayondan, Lənkərandan uzaqlaşırıq Bakıda qeyd eləməklə. O Boladı məktəblisi, Boladı kənd sakini, bilsə ki, onun kəndindən belə şöhrətli adam yetişib, adam çıxıb dünyaya. O öz yurduna, vətəninə daha çox bağlanar, daha yaxşı oxuyar, daha yaxşı inkişaf etməyə çalışar.
Gələnlərə yenə deyirəm, qabaqcadan minnətdarlığımı bildirirəm. Dünənki iştirakçılara, Musa müəllimə söz verə bilmədim, çox narahatçılıq keçirdim, çünki çıxışlar çox uzanırdı. Şair cavanlığında yazırdı ki, mən öz kəndimizə ana demişəm, ürək sözlərimi ona demişəm. Göyçək qızlarına sona demişəm, sonalar, gözləyin məni. Uçsuz bucaqsızdır yurdum, məskənim, günlərim çox yerdə keçəcək mənim. Bir gün sahilinə ömür yelkəni, yanalar, gözləyin məni. Oxşayar qəlbimi nərgiz, yasəmən, sıxmaz xatirimdən o məxmər çəmən. Şəkərəm, bir şəkər balamısan mən. Analar, gözləyin məni. Görürsünüz ki, indi qoşa uyuduqları ilə anası gözlədi onu. Şəkər Aslan bu torpaqda dünyaya gəldi, dünyanı gəzdi, o mənadakı yaradıcılığı ilə gəzdi. Moskvada Maksim Gorki adına dünya ədəbiyyatının üstündə oxudu. Mənə elə gəlir ki, bu Cənub bölgəsindən yeganə şəxsdir ki, o universiteti, o institutu bitirib. Anasının da, bacısının da çox sevirdi bacısı, mən bunun şahidiyəm. Anası da, anadır da. Hədsiz bağlıyırlar, indi qoşa məzarda uyuyurlar, ruhları şad olsun. Dünən ağsaqqalımız orada iştirak edirdi, Musa müəllim. Mən ona söz verə bilmədim, məclis uzanırdı, özü də gördü. İndi bugün ilk sözü Musa müəllimə vermək istəyirəm. Sağ olun Sevda xanım. Şəkər Aslan belə bir şəxsiyyətdir ki, onun təbliğata ehtiyacı o qədər də yoxdur. Özü də öz təbliğatına can atmazdı. Və bilirdi ki, onun təbliğatı, onun yaratdığı poetik nümunələrdir. Şəkər Aslan ömür boyu bu kənddə qaldı. Və ara bir sərhədlərini də genişləndirdi, Lənkəranda da ev aldı. Həm Lənkəranda evi var idi, həm Boladidə evi var idi. Şeirlərinin birində yazırdı, Şəkər Aslan ola bilməz hər adam, həm şəhərdə, həm də kənddə yaşayır. Bəli, kənddə, şəhərdə yaşamaq hünərdir. Gərək hər iki tərəfin adət ənənəsinə sahib olasan. Mən Şəkər Aslanla çox görüşmüşəm. Lənkəran qəzetinin redaksiyasında. Saatlarla danışardı, söhbət edərdi. Moskvadakı təhsil illərindən, rus şairləri ilə, xüsusən Yevtushenko ilə, Robert Rajdestvski ilə əlaqələrindən danışardı. Və həmişə deyərdi ki, hara gedirəm, orada darıxıram, ancaq Lənkəran üçün, Boladi üçün tələsirəm. O da bayaq Sevda müəllimin səsləndirdiyi bir şeirdə deyirdi, mən öz kəndimizi ana demişəm. Göyçək qızlarına sona demişəm. Ən gözəl şeirimi ona demişəm. Analar, gözləyin məni. Lənkəranı tərənnüm edib şeirlərində. Uzun tərənnüm eləməyib, qısa, yadda qalan misralarda. Məsələn, Lənkəran haqqında yazdığı bir şeirində deyildi. Lənkəran bir gözəldir, bəzənir Xəzər adlı güzgünün qabağında. Görün, necə poetikləşdirib Lənkəran obrazını. Onu gözələ bənzədib. Və Şəkər Aslanın Lənkərana məhəbbəti onun Lənkəran sonetləri ilə mühürləndi. Və Lənkərana xırda şeirlər yox, sonetlər, kələngi də ithaf elədi Şəkər Aslan. Şəkər Aslan poeziyasının baş qəhrəmanı bu Boladi kəndidir. Şəkər Aslan Boladi kəndini Nabata, Qəndə bələdi şeirləri ilə. Hara getdi Boladili olmağı ilə
fəxr etdi. Dünən mən Lənkəranda Heydər Əliyev mərkəzində o xalqın Şəkər Aslana məhəbbətinin, sevgisinin bir də şahidi oldu. Şəkər Aslan indi sağ olsaydı 90 yaşı olardı. Biz onun 90 illiyini qeyd edirik və Şəkər Aslanı yad edirik. Şəkər Aslan öz poeziyası ilə əbədilik qazanıb və əbədiyyət vətəndaşı möhrünü vurub öz şəxsiyyətinə. Və burada bugün Şəkər Aslanın məzarını ziyarətə gələn bu vətəndaşlarımıza, bu yurttaşlarımıza minnətdarlıq ifadə edir və bunu onların Şəkər Aslana bəslədiyi böyük sevginin, böyük məhəbbətin təzahürü kimi qeyd edirəm. Var olun ki, Şəkərin 90 illiyini onun yerliləri ilə bir yerdə qeyd edirsiniz. Sağ olun, var olun. Xüsusilə bu işdə Sevda müəllimə çox böyük fədakarlıq göstərib. Dəfələrlə mənə zəng eləyib Şəkər müəllim, biləydi. Demişəm, gələcəyəm. Və indi can belədir ki, nasazlıq tutur adamı, ayaqlar taqətdə yox. Belə, amma hər halda yenə də Şəkər Aslan poeziyasını qeyd edirik. Onu sabaha aparanlara minnətdarlıq bir də ifadə edirəm. Çox sağ olun. Mən də minnətdaram sizə. Burada bir qonağımız var. Söz verməyəcəyim çünki dünənləri ürək sözlərin tədbirdə danışdı. Respublikada ilk və yeganə poliqrafçı alimdir. Yəni kitablarımızın, qəzetlərimizin alimidir. Dünən Bakıdan bircə gəlmişik. Qızı Sevinç xanım həkimdir. O da bizlə gəlib. Nəvəsi Əli də bizlə gəlib. Minnətdarlığımı bildirirəm Şəhzad müəllim. Dünənləri söhbət elədiniz. Yəni bugün elə bilirəm ki, ehtiyac yoxdur. İndi kənd ağsaqqallarından kim istəyir və özünü təqdim eləməklə çıxışa başlasın. Anvar Paşa müəllim. Hə, buyurun Ənvər Paşa müəllim. Çox sağ olun. Bu il Şəkər Aslanın bugün 90 illiyinə, yubileyinə toplaşmışıq. Mən 4-cü sinifdə oxuyanda Şəkər Aslan 10-cu sinifdə oxuyur. Onların sinifində oxuyan uşaqlar hamısı qabiliyyətli, bacarıqlı idi. Bu məhəllədən olan Həmidov Seydağa ondan çox dost idi. O riyaziyyat elmlər doktoru, professor. Bir də gözür istəyirəm. Əli şəkilləri çəksən, sonra biz bunları axtaracağıq. Əli, Seydağa da şəkilləri çəkdə hamısın. Həmidov Seydağa da bu məzarda yatır. Şəkər Aslan məktəbdə oxuduğu illərdə Dram dərnəyi yaratmışdı. O demək olar ki, Lənkəranın, Masalının, Astaranın, Lerikin bütün kəndlərinə gedirlər, orada dram tamaşasından tamaşa verirdilər. Şəkər Aslan Yaltada istirahat edərkən bir şeir yazır, onun bir misrası mənim yanımda. Deyir ki, ata döyüşən yerdə oğul dincəlir indi. Adamın bu sözlər adam deyəndə adamın tükləri bir-biz olur. Sonra mən əsgərlikdə olanda mənim bacım Sərbər ondan bir sinifdə oxuyurdu. Mənim bacım ona deyir ki, mənim qardaşım əsgərlikdədir. Sən ona bir dənə şeir yaz, mən onu məktub göndərim ona. Yazmışdı ki, Lənkəran gözəldir, gedə bilmirəm. Ayrılıq çətindir, dözə bilmirəm. Ey mehriban əskər, ey gözəl dost, qəmi unutmağa Lənkərana gəl. Oralar çətindir sənin üçün, fəqət sevməyə, sevilməyə Lənkərana gəl. Bəli, o Lənkəranı hamıdan üstün tuturdu. İndi Allah onu rəhmət eləsin, onun ruhu şad olsun. Çox sağ olun Ənvər Paşa müəllim. Sevda Burada sizə xanım, dua çox bizə olsun. şair Salman Məmmədoğlu da iştirak edir. Zəhmət olmasa. Yox, hamısı, kənd adamları hamı çıxış Bəli, edir. bəli. Buyurun. Buyurun. Amma reqlament qoyaq ki, qısa danışaq, hamımız danışa bilək. Poladı, vətənin kiçik parçası, böyük adamlara çörək veribdir. Gəlibdir kökündən xeyirlası, xalq üçün döyünən
ürək verirdir. Gözəldir bu yerin qışı yazı da, ana təbiətin özü buradadır. Bigana qalmayıb Şəkər Aslan da, ürəyindən gələn sözü buradadır. Mən öz kəndimizə ana demişəm, öz ürək sözümü ona demişəm, ceyran qızlarına sona demişəm, sonalar, sonalar gözləyin məni. Üssüz, bucaqsızdır yurdum, məskənim, günlərim çox yerdə keçəcək mənim, bir gün sahilinə ömür yelkənim, yanalar, yanalar gözləyin məni. Oxşayır qəlbimi nərgiz, yarsəmən, çıxmır xatirimdən o məxmər çəmən, şəkərəm, bir şəkər balanızam mən, analar, analar gözləyin məni. Kəndin aynasıdır boladı çayı, illərin əksini saxlayır hələ, qışı donursa da açılır yazı, itkin oğulları haylayır hələ. Buradan qanadlanıb şəkərin təbi, şeirdə dil açıb arzu, mətləbi, çox vaxt pələn kimi coşur qəzəbi, məzraya sığmayır boladı çayı. Gündüzlər çox olur könül həmdəmi, unudur illərlə çəkdiyi qəmi, gecələr sirdaşdır yaxın dost kimi, həm ulduz, həm aya boladı çayı. Yayılıb hər yerə işıq nur kimi, boladı kəndinin yetirmələri, ucalıq gətirir bir qürur kimi, boladı kəndinin yetirmələri. Ruhu şad olsun. Çox sağ olun şair. İlhamınıza sağ olun. Biraz saqqal da danışsın, sonra qonaqlara söz verəcəyim. Nur müəllimin oğlu. Əbülfət Cavadov, Nur müəllim oğlu, buyurun. yəni dediniz. Əvvəla şairimizi Allah rəhmət eləsin. Sizə də çox sağ ol, təşəkkür edirik ki, belə dəyərli insanları yığıb bir gün onun anımını qeyd edirsiniz. Bir daha təşəkkür edirəm və şairə də Allah rəhmət eləsin. Çox sağ olun. Allah tuzu cəmi gedənlərinizi rəhmət eləsin. Yəqin bu yaşlı adamların yadında olar. Biz bura vaxtilə Dilruba Camalova ilə gəlirdik. Ruhu şad olsun. O şairin ilində elan elədi ki, bundan sonra şairin ilinə, ölüm gününə yox, məhz oktyabrın 10-da doğum gününə buraya yığışacağıq. Və Lənkəranda Şəkər Aslan poeziya günü keçirdəcəyik və bu bir növ sərəncam kimi səsləndi burada. Valla 5-6 il, 10 ilə qədər gələ bildim. Sonra Bakıda yaşayıram, bilirsiniz. Səhhətimdə problemlər zadlar. Onlara şiir demək. Elə bir növ biz bura poeziya gününə yığışmışıq. Bəli. 2 saylı məktəbin hazırladığı, şagirdlərin hazırladığı şeirlər. Hə, buyursunlar, buyursunlar. Hər kəsin şübhəsiz yaxın dostu var. Sirdaşı olmasa ürək dözməyir. Dostları qoruyun, indi uşaq. Tez-tez gözə dəyir, qulağa dəyir. Hər dost salqayadır, düşünürəm mən. Aranı illərlə su oya bilər. Əli şəkillərini çəkdi qızları. Bəzən bir alovlu mübahisədən dostlarım arası soyuya bilər. Qara saçımıza ömür salır bənd. Əridir illərin duzqarını da. Birimiz yeni iş tapdığı gündən itiririz gönül dostları. Çox sağ ol qızım. İndi siz qalın, bir qonağa söz verin. Yəni bir söz jurnalı ilə Şəkər Aslan nəfəs alırdı. Təəssüf ki, ömrü az oldu. 3 il redaktor işləyə bildi. Nə yaxşı ki, mən özdən qız qardaşı götürmüşdü. Elə bugünə kimi həmin sədaqətlə Şəkər Aslanı yaşadıram. Əlsafa Həsənov Respublika qəzetinin bölgə müxbiridir hazırda. Hazırda Respublika qəzeti. Xalq, təbrik edirəm, heç bilmirdim. Hə, amma söz jurnalı yarananda ilk işə götürdüyü şəxslərdən biri Əlsafa müəllim idi və xətrini çox istəyirdi, indi istəməsin. Buyur Əlsafa. Mən birinci növbədə Sevda xanım sizdən minnətdarlıq edirəm ki, siz Şəkər Aslan poeziyasını, onun ruhunu, onun ismini çox dəqiqətlə yaşadırsınız. Bayaq qeyd elədiniz, Şəkər müəllimin qız qardaşı. Doğrudan da mətbuat işçiləri çox yaxşı bilirlər ki, qəzeti, jurnalı yaşatmaq nə qədər çətin bağlıdır. Artıq Sevda xanım 32 ildir o jurnalı yaşadır. O jurnalı yaşatmaq elə Şəkər Aslanı yaşatmaqdır. Onun ruhu da şaddır. Ona görə şaddır ki, bax, bugün
bu ağsaqqallar görən bunun şeirlərini əzbərdən bilir. Deməli bu Şəkər Aslanı onun böyük məhəbbət ki, kənd sakinləri onu o qədər sevirlər, şeirlərini hamısı əzbərdən. Bəlkə o ağsaqqallar, o yaşda olan insanlar olduğu kimi o şeirləri əvvəldən axıra ifadə edirlər. Şəkər Aslan tək bu kəndin şairi deyil. Məmməd Araz, böyük Məmməd Araz demişkən, sən deyir bölgə şairi yox, ölkə şairisən. Amma Şəkər Aslan keçmiş ittifaq indiki MDB şairi. Əgər ona SSR yazıda ittifaqının sədri Nikolay Tikhonov, Yevtushenko kimi böyük şairlər qiymət veribsə və onun adına Lənkərana gəlirdisə, SSR yazıda bir sədri, belə Şəkər Aslanın böyüklüyü deməkdir və onun ustadlığı deməkdir, onun sənətkarlığı deməkdir. Çəkilib getdi duman ki, böyüdü gün oldu kiçik bir an ki. Qüdrətli sellərin alığı sanki, çıxıb dağ əlindən düz əlindədir. Qəmlidir bu günüm, şəndir dünənim, canımı ala gözlərim qənim. Nə etmək gözləm, taleyim mənim, indi göz əlində, göz əlindədir. İndi bu təzə cıvıllar, izlər köhnələr, yer nələr deyəcək, bir vaxt görər nələr. İndi eh mənim əlimdən indi nə gələr, hər şey öz əlində, öz əlindədir. 100 yol fikrə getdim baxıb hər şeyə, o saf arzulara nəfsər çatım. Məni aldatmasın başqası deyə, özün başqasını aldadın gərək. Çox sağ ol qızım. Gələn qonaqlar özlərini tək... Əlizadə müəllim, mən üzr istəyirəm, yəni gözüm yaxşı görmür. Buyurun Əlizadə müəllim. Çox sağ olun Sevda xanım. Demək, mən Lənkəran qəzetindən həmişə əlaqə işlərimiz olub. Biz tez-tez Şəkər müəllimlə görüşərdik. Şəkər müəllim də bizə öz hörmətini həmişə göstərərdi. İdmançıların yaxın dostu idi. Nə vaxtın mən yarışdan gələrdim, bizi qəbul edərdi, özü tapşırıq vermişdi ki, Sevda xanım, Əlizadə müəllim nə yazsa ona düzəliş eləməyin. Onun yazdığı idman sözüdür, idman terminidir. Onun sözlərində səhv ola bilməz. Onun qayğısını mən onda gördüm. Hər zaman idmançılarla maraqlanardı, nəticələrlə maraqlanardı. Mən sizə öz təşəkkürümü bildirmək istəyirəm ki, həmişə mən sizi izləyirəm. Yəni siz həmişə Şəkər Aslanın yaşadanlardan birisiniz. Həmişə onun hörmətini saxlayarsınız. Ona görə də mənim sizə böyük hörmətim var. Kənd cəmiyyətini də təbrik edirəm bu yubiley münasibəti ilə, 90 yaş münasibəti ilə. Allah rəhmət eləsin, Allah qəni-qəni rəhmət eləsin. Gözəl insan Lənkərana, Boladı kəndinə bir varlıq idi, gəlmişdi. Varlıq kimi də getdi. Allah rəhmət eləsin. Gedənlər rəhmət eləsin, çox sağ olun. Bugün poeziya günüdür. Ağamır Cavad. Ağamır müəllim buyur Şəkər Aslan'a həsr elədiyim şeirləri gözləyir. Şəkər Aslan təpədən dırnağa gözəl insandır. Bəli, Ənvər Paşa müəllim düz deyir. Bax, zor. İki adı var, Əbülfəz tabi. Əmoğlu, o atası ilə Əmoğlu. Buradakı Cavadovlar mənim doğmalarımdır. Babam buradan olub və torpaq mənə doğmadır. Burada Qarabulda eyni torpaqlardır. Burada bizim babaların ruhu gəzir. Elə Şəkər Aslan da, o da Mir Şəkərdir. O da Mir Şəkərdir. Onunla da ulu babalarımızdan əmoğlumuz var bizim. Mən deyirəm axı o həmişə Ağamir Cavadı çox tərifləyərdi və ona yaxşı oğlan yox ha. Məsələn, mən birine deyəndə ki, filan kəs yaxşı oğlandı, gözəl insandı, o deyərdi ki, saf oğlandı. Buyur indi şeirlərimi. Şəkər Aslan da elə şəkər oğlanıdır. Bəli, Bəli, bəli. şəkər oğlanıdır. O dünyaya gələndə həyətlərində şəkər qamışı bişiriblər. Aydındır. Adı da oradandır, adı nədir? Babası deyib ki, o adınla gəlib, şəkər adı qoyub, təsadüfü deyil. şirinlik gətirib. Bəli, Ailəmizə bəli, bəli. şirinlik gətirdiyi üçün şəkər adı şəkər qoyulub. Və doğrudan da o təpədən dırnağa şairdir. Oturuşu, duruşu, Bəli, baxışı, saçlarının daramayı, Bəli. tamamilə təpədən dırnağa şairdir, insan və gözəl insanıdır. Onun ruhu gözəldir, ona görə belə gözəl şeirlər yazırdı. İstər təbiət mövzusu olsun, istər lirik mövzu olsun, istər ictimai siyasi mövzuda olsun.
bütün yazdıkları gözəldi və ürəklərə yol tapa bilirdi. Mən deyərdim ki, dünyanın ən gözəl nəğməsini məhz Şəkər Aslan yazır. Dolsun gülüşləri ilə qoy yaxınlar, uzaqlar, dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Mən deyərdim bu mahnı dünyanın yeganə mahnıdır. Əgər o tərcümə olsa bütün dünya bunu oxuyar. Necə bəzi mahnılar var ki, bütün dünyada məşhur mahnılardır. Uşaqların dünyasına həsr olunmuş ən gözəl mahnı mən deyərdim məhz budur. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Bu mahnı ilə o əbədi yaşarlıq qazanır, bütün əsərləri ilə. Onun haqqında çoxlu şeylərimiz var, dəyişmələrimiz var, ona həsr etdiyimiz şeylər var və ən gözəl xatirələrdən biri Evə Məktub kitabını həsr eləyəndə sonunda yazmışdı ki, evə məktub yazın, bu kitab haqqında yazın və mən də yazanda o kitabına onun Məmməd Araza yazdığı məşhur şeiri var. Duman salamat qal, dağ salamat qal. O şeirə Şəkər Aslan da bir şeir yazmışdı və mən də bir şeir yazdım. Həmin şeiri tam oxumaq istəmirəm, son bəndini deyirəm. Son bir-iki bəndini deyirəm. Təmiz ürəklərdə yurdun yerin var, şəkərli, şərbətli sətirlərin var, dağlarda sənin də ləpirlərin var, aslan salamat qal, sağ salamat qal. Və doğrudan da o bizim üçün həmişə sağdır. Sevda xanım baya bir söz də deyir, daima o bizdən olub, daima onu yaşadıram. Bura gəlməyəndə də 10 ildir mən hər dəqiqə olmamışam. Şəkər Aslan da elə bir şəxsiyyətdir ki, daima bizimlə olub. Biz Lənkəran ədəbi mühitində ədəbi qüvvələrə ən düzgün qiymət verən şair Şəkər Aslanıdır. Və o kimin kim olduğunu çox gözəl bilirdi. İstedadlara çox gözəl qiymət verirdi. Allah onu qəni-qəni rəhmət eləsin. Mən çox danışmaq istəmirəm. Allah onu qəni-qəni rəhmət eləsin. Kızım sen de şiir bir de. Həyat nə dadlıdır, ömür nə gözəl. Odlu bir lüfrədir, göy axşam axşam. Yolçu saymazana ötüb keçmə gəl. Döy mənim qapımı, döy axşam axşam. Əgər sübh sapsa, fikirləş dayan. Çox da tələsməsin altında kəhər. Könül sevincimə şərik ol bir an. Döy mənim qapımı, döy səhər-səhər. Çok Döy sağ ol. günorta çağı, döy axşam çağı. Mehriban üzünə qapım açılsın. Gör necə sevirik əziz qonağı. Gəl, bu otaqlara işıq saçılsın. Çok teşekkür ederim. Məclisimizə qonaqlar daxil oldu. Mən üzr istəyirəm, gözüm zəifdir, yəni görə bilmirəm. Buyur, sözünüz varsa buyurun. Allah ustad şairimize gani rahmet eylesin. Amir müəllim dedi, onun samimiyeti, onun yaratıcılığına da sirayet etmişti. Allah ustad şairimize gani rahmet eylesin. Çok sağ ol. Allah rahmet eylesin. Allah rahmet eylesin. Gidənəz rəhmət eylesin. Kim sözler tarix ilmləri üzrə fəlsəfə doktordur. Bizim kollecdə dərs deyir. İbrahim Quliyevin qardaşı oğludur. Akademiyanın Lənkəran filialının ümumi katibi. Lap yaxşı, lap yaxşı. Dünə İbrahim müəllim də gözəl xatirələrini söylədi. Gəldiyinizə görə çox minnətdaram. Yəni ayın günün bu vaxtı evdən çıxmaq. Danışmaq istəyirsiniz, buyurun. Çünki burada istədilər mənim də səsimi eşitsinlər, çox sağ olun. İlk növbədə Poladi cəmaatına salam deyirəm, minnətdarımı bildirirəm ki, Şəkər Aslan kimi bir oğlu bizə bəxş edib bu kənd. Şəkər Aslanla mən 55 il bundan qabaq tanış olmuşam. Dünən mən dedim, indi təkrar edirəm, bəlkə kimsə eşitməyib. Şəkər Aslan elə şairdir ki, onunla dostluq edən özü də şair olmaq istəyir, özü də şeir demək istəyir. Mən misal üçün heç şeir yazmamışam. Yazıram bəzən, amma dəftərimdə qalır. O çap üçün deyil. 5 ciltlik kitabın çıxmağına baxmayaraq şeir yoxdur. Amma Şəkər Aslanla dostluq eləyəndən sonra Şəkər Aslana özüm mən şeir dedim. O vaxtı demək qaynatamın evində
burada gəlmədikdə telefon yox idi, əl telefonda vaxt yox idi, əlaqə yox idi, mən də tez-tez gəlirdim. Və xahiş elədim ki, ona təzyiq göstərsin, ona bir telefon çəksinlər. Bu da uzanırdı. Bir gündə mən Şəkər Arslan dedim ki, Şəkər, telefonum olmasa da qaynatamın evində sən mənim üçün şəkər kimi qalacaqsan qəlbində. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Şad olsun. Yəni Söz jurnalının ərsəyə gəlməsində Şadad Cəfərovun misilsiz xidmətləri var. Həmin illər çox çətin illər idi. Kağız qıtlığı idi və sair poliqrafik o ləvazimatların qıtlığı idi. Şadad Cəfərov o işdə. Salman Dadaşov. Buyurun, buyurun. Bugün Şəkər Aslan poeziyasına yarışmışıq. 90 illiyi qeyd olunur. Şəkər Aslan poeziyası haqqında buradakı söz sənətkarları, bizim hörmətli Salman müəllim və digər çıxışçılar danışdılar. Kifayət qədər poeziyası haqqında danışdılar. Mən sadəcə minnətdarlığımı bildirirəm Sevdə xanım Əlibəyliyə ki, hər il demək olar ki, hər il Şəkər Aslanın yubileylərini Boladı kəndində təşkil edir. Dəfələrlə sizin rəhbərliyinizlə onun doğum günləri Boladı kəndində qeyd olunur. Sizin rəhbərliyinizlə bu təşkilatçılığınıza görə, onun 90 illiyinin keçirilməsinə görə Boladı kəndi ictimaiyyəti adından, insanlarımız adından, ziyalılarımız adından sizə minnətdarlığımızı bildiririk ki, siz hər dəfə Şəkər Aslanı unutmuşsunuz. Həqiqətən də mən deyərdim ki, ona ən sadiq olan, onun ən doğmalarından da doğma olan sizsiniz ki, hər dəfə onu belə böyük ürəklə qeyd edirsiniz, keçirdirsiniz. Və bizi də onun poeziyasının işığına cəlb edirsiniz. Və burada biz şahid oluruq. Onun poeziyasına bir daha yaxınlaşırıq, yaxından məlumatımız olur. Ona görə sizə minnətdarlığımızı bildiririk, hörmətli Sevdə xanım Əlibəyli. Çox sağ olun, əziz həmyerlisi. Gələn bütün insanlara da təşəkkürümüzü bildiririk ki, həqiqətən böyük şairimizi yaddan çıxartmırsınız, unutmursunuz. Hamıza minnətdarlığımı bildirirəm. Allah hamımızın gözlərinə işıq, canınıza sağlıq versin ki, gəlib toplaşa bilmişsiniz. Siz kim oldu? Laf yaxşı. Kim danışmaq istəyir? Marif bəy danışmaq istəyir. O ədəbiyyat sevərdir. Sizin yanınızdadır. Hə, buyurun, buyurun. Onun hamısı ondan oxuyur. Buyurun. Riyaziyyat elmləri doktor. Nədir adı, əmin adı nədir? Arif Əmidir. Hə, bilirəm, o adamla elə tanışdıq. O yaradıcılığından. Buyurun. Yalan qonaqları salam bilirəm. Şəkər Aslan, bəni gəlin rahmet olsun. Şəkər Aslan, həmin Seydağa Hamidovla bir sinifdə oxuduğu üçün mən azdan çoxdan onların həyat və yaradıcılığına bağışçılığım var, həm də görmüşəm. İkincisi də ki, Şəkər Aslan elə bir şair idi ki, hamınızı da bilirsiniz. İndi bugünkü günəcən Yalçın Rəzalar və başqa nəğmə müğənnilər və Şəkər Aslanın yazdığı mahnıları, şeirlərinə mahnılar qoşurlar, indi bugünkü gündə də oxuyurlar. Həm də ki, bizim kəndimizin fəxri idi. Bura gələnlər istər öz ölülərini yad eləmək üçün kimsə gəlir, bütün insanlar hamısı gəlir Şəkər Aslanın məzarını ziyarət edir, gedir. İstidlaf 100 nəfər də olanda gəlirlər, hamısı molla qarşı gəlirlər bura. Ziyarət edirlər, gedirlər. Bu elə ona böyük bir hörmətdir bizim kəndimizin. Həm də ki, Şəkər Aslan indi bugün düzdür, bizimlə bərabər yoxdur. Amma onun ruhunu bizimlədir, bizi görür. Necə ki, Əliağa Vahid Hüseyin Cavid haqqında yazır ki, Cavid həmişə xalqımızın xatirindədir. O yoxdursa da ruhu ilə həmvətənlərik. Bugün Şəkər Aslanın da ruhu buradadır, biz onunla həmvətənlərik. Allah Şəkər Aslana rahmet eləsin. Gələnlərə və öz mənim minnətdarlığımı bildirirəm ki, zəhmət çəkib gəlmişsiniz. Çox sağ olun. Siz sağ olun müəllim. Nə qədər ruhlar bugün sevindi, nə qədər ruhlara biz rəhmət oxuduq. Daha kim çıxış eləmək istəyir?
Düzdür, xaraktercə kövrək idi. Şeirlərinin birində hələ cavanlığında yazmışdı ki, elə bil dünyaya gələcəyim gün hələ qabaqdadır, hələ qabaqda. Mənə elə gəlir ki, Şəkər Aslan hər yubileyində, hər gün yenidən doğulur, yeni nəslə çatırsa yaradıcılığı, bu elə yenidən dünyaya gəlməkdir. Amma biz onun stolunun üstünü yığışdırmaya getmişdik, yəni kabinetin qızları ilə bir yerdə. Sonuncu şeiri isə belə idi. Bu fələyin fikri nəymiş, bizi bükmüş, bizi əymiş, fəryad elə içindəymiş, dindi bildin, dindi bildin. Ürəyində fəryadlar da var idi, zamanəyə qarşı, yəni nadanlara qarşı. Bu qədər nikbin şair, ölüm də onun üçün ilahi bir varlıq idi. O ölümü də elə belə qarşılamırdı. Bir də yazmışdı ki, ömrün yollarında dumanlar, çənlər, min yol xatirəsi gələcək bilə. Nə qədər yaşayır onu sevənlər, o qədər yaşayır özü də hələ. Məlumdur da, yəni hələ sevənlər biz gedərik, onu sevənlər qalacaq dünyada. Dünənləri xalq şairi, yəni bölgəmizin ən məşhur şairi, belə deyək, Musa müəllim elə deyil. Yəni xalq artisti, dünyaca məşhur şair, Sabir İslamxanlı da iştirak edirdi. O bir stat gətirdi, adı yadımda qalmayıb. Dedi ki, filan şairin heykəli qoyulub. Bir şair də ona şeir yazıb ki, sən dirirsən, biz gəzsək də biz ölüyük. Sən bir yerdə dayanmaqla dirirsən, ancaq biz nə qədər piyada ayağımızla gəzsək də ölüyük. İndi biz də burada gedərik, Allah gecindən eləsin. Amma Şəkər Aslan elə bilirəm ki, bütün yaradıcılığı ilə zaman-zaman yaşayıb, nəsillərə şeirlərindən ərmağan edəcək.